Bu elektron sayğac Azər İşıq tərəfindən Sensemi şirkətinə, bu şirkət səhv etmirəmsə ya İtalyan ya da Fransa şirkətidir. Xüsusi olaraq Azərbaycan Respublikası üçün istehsal edilmişdir. Xalqın cibinə 2 qat girməkdən ötəri. Sayğaclar dəyişdirilib. Lap yaxşı. Elektronlaşdırılıb. Əla. Amma məni maraqlandıran budur ki, bundan əvvəlki sayğac Barmekin quraşdırdığı mexaniki sayğac idi. Və tutaq ki, mən bir abonent kimi aylıq 10 manat israf edirdimsə, indi həmin bu elektron sayğaca 2 qatını yükləyirəm. Yəni aya 20 manat. Hər yükləndə 1 manat çıxır, haram poşları. Amma bu 2 qat insanların cibinə girir. Bunlar ki, ermənilər deyirlər. Erməniləri qovduq getdi, onlar düşmənlər idi də, elə deyilmi? Amma bunlar daxili düşmənlərdir. Bax, bunlardan qorxmaq lazımdır. Bunlar xalqın cibinə girirlər, oğurluq edirlər göz görə-görə. Belə olmaz. Amma insanların da səbir kasası var. Mən şəxsən bir ağsaqqal ki, qorxmadan bunu deyirəm. Gec-tez cavab verməli olacaqsınız. Xalq qarşısında cavab verə bilməsiniz. Allah qarşısında mütləq şəkildə cavab verəcəksiniz. Qusacaqsınız yediklərinizi. Balalarınızın dərdinə, sərinə, pis günlərinə xərcləyəcəksiniz. Mən sizə deyirəm, siz ki bizlərdən belə oğurluq edirsiniz, sizin haqqı haramınız olsun. Heç sağ yeməyəsiniz. Bu millətin haqqını yeyirsiniz, gözlərinizdən gəlsin. İriniz, çirkiniz olsun. Qorxmadan deyirəm. Uca Allah böyükdür, mən onun qarşısında baş əyirəm.